Salam, hər vaxtınız xeyir olsun qrup üzvləri. Keçək sualımızın izahını. Tab sözü Sezar üsulu ilə y bərabərdir x plus 5 alqoritmi ilə şifrələnir. Burada x açıq mətin simvolu, y isə gizli mətin simvolunu ifadə edir. Verilmiş simvollar yığınından hansı kitab sözünün şifridir? Gəlin bunun üçün x plus 5 deyibmi? Deməli, müsbət 5 addımla bir kitab sözündəki olan hərfləri əvəz etməliyik. Gəlin yazaq. K, I, H, A, B. Deməli, deyir ki, müsbət 5 addımla düzdür. Q hərfindən sonra sayaq. Gəlin rəngini dəyişək. Q hərfindən sonra sayaq. Q, düzdürmü ki burada? 1, 2, 3, 4, 5. Gəldi hansı hərfə düşdü? O hərfinə. Deməli, yeni şifrimizdə Q hərfi O ilə şifrələndi. Götürək I hərfini. I hardadır? Burada. Düzdür. I-dən sonra sayıram. 1, 2, 3, 4, 5. Nə oldu 5-ci hərfim? M hərfi. I-dan götürürəm. I hardadır? Burada. 1, 2, 3, 4, 5. T hərfi nə ilə şifrləndi? Z. A-dan sonra sayaq. A buradadır. 1, 2, 3, 4, 5. Nə oldu? Y hərfi. B-ni götürək. B burada düzdürmü? 1, 2, 3, 4, 5. Nə oldu? O, M, Z, Y, Ə. Növbəti sualımız nəzəri bir sualdır, amma düşünürəm ki, bir çoxlarımız bunu bilmirik. Bilmiriksə də qeyd götürmək lazımdır. Hansı bir proqramın qanunsuz formada üzünün köçürülməsi, yəni kopyalanması necə adlanır? Qanunsuz formada. Bu, piratçılıq adlanır. Bilmiriksə, bunu mütləq şəkildə qeyd eləyək. Növbəti sualımız belədir ki, K 5 mövqe üzrə əvəzlənərək, yəni bayaqki şəkildə y bərabərdir x plus 5 olmaqla şifrələnir. İmtahan ifadəsini deşifrələdikdən sonra alınan sözü müəyyən edin. Deməli, şifrələndikdən sonra imtahan sözü alınır. Düzdür? Deməli, hər hansısa bir söz. Bilmirəm nə sözüymüş bu. Bunu şifrələyiblər və imtahan sözü alınıb sonda. Yəni, hansısa hərfin üzərinə 5 dəfə addımladıqca bu hərflər alınır. İndi tapaq görək hansı hərflərdir. Necə taparıq? İ hardadır? Burada. İ-dən sonra 5 dənə sayıram. 1, 2, 3, 4, 5. Düzdürmü? 5. Saydım, nə oldu? G. Deməli, bunu mən G-dir, düzdürmü? Gəlin də yoxlayaq görək həqiqətən G-dirmi? Məsələn, mən G hərfini 5 addım şifrələməyə çalışsam. Necə olar? G-ni saxlayaram, G-dən sonrakıları bir-bir sayıram və 5-cini götürərəm. Çünki K 5-dir. 1, 2, 3, 4, 5. İ-yə gəldi? Bəli. İndi M-i yoxlayaq eyni qayda ilə. M 5-ci imiş də, 5-ci element imiş. M-dən sonra başlayıram saymağa geriyə. 1, 2, 3, 4, 5. İ oldu mu? Oldu. İndi mən İ-ni, baxın İ tap. İndi mən İ-ni gəlin 5 addımla şifrəliyim görüm. 5 addımda mən M-ə çatırammı? İ burada düzdür. İ-dən sonrakıları sayıram da şifrələyəndə. 1, 2, 3, 4, 5. Düşdümü M-ə? Bəli, deməli düz tapmışıq. Demək, şifrələyəndə və şifrələyəndə özündən sağa doğru 5 addım sayıram. Deşifrələyəndə isə verilmiş hərfdən sola doğru 5 addım sayıb 5-cini götürürəm. Yəni 5 şərtidir də suala görə deyirəm. 3 də ola bilər, 10 da ola bilər. Bu sualın şərtindən asılı olaraq dəyişir. Gəlin T-ni tapaq. T hardadır? Burada. T-ni saxladım, özündən 5 addım sola saydım. 1, 2, 3, 4, 5. Hara düşdü? Ö hərfinə. Sonra A-nı deyir. 5 addım neyinə? Deşifrələ. A-dır, düzdürmü? A-dan bu tərəfdə nəsə görürəm? Yox. Deməli, bura qayıdacam. A-dan bu tərəfdə 1, 2, 3, 4, 5.
Sonra 5-ci hara düşdü? U-ya. İndi H. H-dan əvvələ 5 dənə sayıram. 1, 2, 3, 4, 5. Götürdüm yeni. Yenə A. A-nı nə ilə əvəz eləmişdik? U ilə. N hərfi nə ilə? 1, 2, yox, N-ı saxlayıram. 1, 2, 3, 4, 5. J ilə əvəz olunur. Burada C variantı bizə uyğun gəlir. 8-lik say sistemində ən böyük 2 rəqəmli ədəd hansıdır? 8-lik say sisteminin rəqəmləri 7-yə qədər də, düzdürmü? 8 yox. Ona görə avtomatik bunlar getdi. 6 və 7, düzdürmü? 8-lik say sisteminin ən böyük rəqəmi hansıdır? 7. Düzdür. 2 rəqəmli dediyinə görə 2 dənə 7 yazıram. Ən böyük ədədi olduğu 77. Məsələn, deyək ki, onluq say sistemində. Onluq say sisteminin, buradan yazıram. Onluq say sisteminin bizim adi gündəlik işlətdiyimiz onluq say sisteminin rəqəmləri hansıdır? Bunlardır, 9-a qədər, düzdürmü? 10 daxil deyil, 10 ədəddir həmçinin. Həm də say sisteminin əsası olduğuna görə daxil deyil. 9 gördünüz. 8-lik say sistemi dedim. Böyük rəqəmim nə oldu? 7. Burada dedim ki, onluq say sistemi. Ən böyük rəqəmim nə oldu? 9. İndi bizim adi gündəlik işlətdiyimiz onluq say sistemində. Adi onluq say sistemində desək ki, 2 rəqəmli ən böyük ədəd. 2 rəqəmli ən böyük ədəd. Nə olar? 94. Düzdürmü? Düzdür. Niyə? Çünki baxın, onluq say sistemində ən böyük rəqəm 9-dur. 2 rəqəmli dediyinə görə 2 dənə 9 yazdım. Desək ki, 3 rəqəmli ən böyük ədəd 3 dənə 9 yazacağım. 4 rəqəmli ən böyük ədəd 4 dənə 9 yazacağım. Düzdür. İndi desək ki, 8-lik say sistemində 3 rəqəmli ən böyük ədəd 7, 7, 7. 4 rəqəmli desə, bir dənə də 7. Neçə rəqəmli deyirsə, o qədər sayda ən böyük rəqəmimi ardıcıl üzürəm. Bu qədər. Gələk bugünün sonuncu sualına. F16-lıq ədədini 8-lik say sistemində ifadə edin. F-i gəlin 16-lıqda adi necədir? F-in özü nədir? 15-də, düzdür. 16-lıq say sistemində 0, 1, 2, 3, ta ki 9-a qədər 10 A-dır. 11D, 12C, 13D, 14Y və ən son 15 F-lə işarə olunub. Bu da 15. Ne deyir bu 15-i? 15'i 15 niye yazılır? Çünki bu 1-5 16-lıqdadır. 15 demirik bunu. 15-i 8-liyə çevirək. Heç nə. 15-i 8-liyə çevirəndə adi qaydada, yəni bu onluqda 15-dir də. Bu artıq oldu. Burada mən səhv yazdım bunu. Bu 15, onluqda 15-dir. Yəni bunu qarışdırmayaq. 15 adi onluqda, onluq say sistemində olan 15-i 8-lik say sisteminə çevirəndə nə edirik? Nə olar? Böləndə nə olacaq? 15-in içində 8 neçə dəfə? Bir dəfə. 15-dən 8 çıxanda nə qalır? 7. 7-nin içində 8 olmadığına görə bu qalıq qalır. 1, 7, 8-lik say sistemində. Növbət dərs izahlarında görüşmək üzrə. Hələlik.